Sağ ol. Neyinirsiniz? Necəsiz uşaqlar? İşlərim qutarıb. Gəldim, maşını yudurtum, çıxım gedim evə. Sırğamın biri toyda düşdü, itdi, xəbərimiz olmayıb. Sonra maşına oturanda gördüm ki, sırğamın biri yoxdur. Nə də Nigulya fikir verməyib sırğama ki, sırğam düşüb və yaxud da nə. Fikir verməyib. Ya vaxt elib gelib saçları taxtıqca canım qutarar deyim olsun. Allah haqqı canım qutarardı. Xırda çıxan saçlar mənə çox bezdirir. Oradan buradan çıxırlar. Bunlar tökülən saç. Axı mənim saçım tökülmüşdü. Üzü belə loma. Gülsüm doktor sağ olsun. 3 seansa, 4 seansa saçlarım çıxdı. Hə, dəhşət tökülmüşdü. Bilmirəm, əsəbi idi, stres idi. Tapa bilmədim nədən tökülüb. Ancaq tökülmüşdü dəhşət. Gülməyin uşaqlar. Gülməyin, başınıza gələr. Gülməyin. Ekranları bəyənin uşaqlar. Ekranları bəyənəyin. Bunu çıxartmırsınız bunu. Ha. Çünkü o da pis görünüyor. Maşınımı okey gətirmişəm. Ekranı bəyənin. Evdə çox vaxt gedirəm, canını aça bilmirəm. Heç olmasa burada açım. Efirde gül almışlar ha. Onu da çırptılar yere göğe. Qaş ustam yoxdur. Səydə çəkir qaşımı. Çəkilmiş qaşdı. Toydaydım ha şeydə bilədə.